Sözcüklər var, hamısı layiqdir, bax sizə, üstümüzə otur. Hamısı, hamısı. Allah Rəsulunun arvadı qalmayıb, uşağı qalmayıb, kürəkəni qalmayıb. Siz müsəlman, ha? Allah sizi zəll eləsin, siz harada müsəlman oldunuz? Ha? Siz harada müsəlman oldunuz, ha? Siz harada müsəlman oldunuz, ha? Münafiqlik eləyirsiniz siz. Münafiqsiz siz. Əhl-i sünnətin içində münafiq dolu. Şiənin içində başdan ayağa hamısı xain satqın. Hamısı ucdan tutmamısı xain satqın. Siz müsəlman, ha? Siz müsəlman. İçimizdə bir dənə qeyrətli oğlan yoxdur. Hə? Bu boyda bax TikTokda deyirəm, bir dənə qeyrətli oğlan yoxdur içimizdə. İçimizdə bir dənə qeyrətli oğlan yoxdur. Azərbaycanda olan keçsin Sabunun ağzına bir şillə çəksin. O Rüstəm Küçüyünün ağzına bir şillə vursun. Bir dənə qeyrətli namuslu oğlan yoxdur içimizdə söhbət eləməyə bacarır. Siz nə gündəsiz, ha? Gedin özünüzü atın öldürün, nə siz? Gedin özünüzü atın öldürün, nə siz? Gedin. Gedin özünüzü atın öldürün. Elə həqiqətən də 2020-də nə kişi qalmışdı, hamısı 2020-ci ildə. O Qarabağ müharibəsi. Sizin diliniz olmasına danışmağa. Diliniz olmasın sizin danışmağa. Nə kişi var idi, hamısı 2020-ci ildə müharibədə, Qarabağ erməni müharibəsində hamısı getdi torpağın altına. Sizin diliniz olmasın, sizin kişiliyiniz yoxdur. Mənlik yoxdur sizdə, xarakter yoxdur sizdə. Bir dini qeyrət, dini namus çəkim, dini qeyrətim olsa, o yoxdur sizdə. Ona görə deyir də Həzrət Əli, Allah sizin bəlanızı versin. Sizdə nə cəhdəşanlıq gördüm, nə şərəf gördüm, nə namus gördüm. Qoydunuz, qaçdınız, satqınsız, bir qeyrətsiz, oğraşsız. Çingiz qışqırır 92-də, doğuşan kimi qaçırsınız. Allah rəhmət eləsin Çingiz Mustafayevə. Qışqırır Çingiz rəhmətli yetim ki, doğuşan kimi qaçırsınız hamınız. Doğuşansınız siz, arvadsınız. Allah rəhmət eləsin o kişilərə. Nə yaxşı ki, görməyiblər sizi. O kişilər sizi görsəydi, Allahın dostu ürəkləri partlayardı. Ürəkləri partlayıb, ürəyi partlayıb ölərdi orada. Ürəyi partlayıb ölərdi. O kişilər nə yaxşı ki, sizi görməyiblər. Doğuşansınız siz, doğuşan. Doğuşandan başqa heç bir şey döyürsünüz siz. Təzdən gələn münafiq kimi, satqın kimi açırlar. Orada Sabunini qaldırırlar, danışırlar. Əhl-i sünnət yayınında Rüstəmi qaldırırlar, danışırlar. Siz nə satqın, oğraş, bir qeyrət, bir namus adamlar sizə. Nə bir şərəf adamlar sizə. Siz harada belə itirdiniz şərəfi bizə? Namusunuzu harada belə itirdiniz, xarakterinizi hansı, harada, kimdən məsələdə itirdiniz siz belə şərəfinizi, xarakterinizi? Harada satdınız İslamı, Rəsulullahın arvadını, uşağın, qızını, kürəkənini, harada satdınız Rəsulullahın nəbəsini, cənnət qoxulu ətirli nəbələrini? Siz nə bir qeyrət, bir namus, bir şərəf, oğraş adamlar siz? Harada satdınız siz, neçəyə satdınız? Ayşə anamızı, Fatıma anamızı, Həzrət Əlini, Həsən Hüseyni neçəyə satdınız? Bir qeyrətlər, bir namuslar, oğraşlar, gözü ilə görənlər. Məni də öldürə bilərsiniz, öldürün, məni də öldürün. Adam yollayın dalımıza, məni də öldürün. Olsa bir qeyrət kimi ancaq arxadan adam vurdurmağı bacararsınız. Tüpürüm sizin mənliyinizə. Tüpürüm sizin mənliyinizə. Sinəbi qabağa verib, götür əlbə bıçağı, sinəbi qabağa ver, çıx kişi kimi söhbət elə, daha binamız kimi hərəkət eləmə. Bir qeyrət kimi hərəkət eləmə. Peyğəmbərin arvadı qalmayıb, qızı qalmayıb, uşağı qalmayıb. Nəsli, ailəsi qalmayıb. Siz nə be? Çıxın gedin, kişi. Çıxın gedin buradan. Bağlayın yayını, əhl-i sünnətli şiəli. Çıxın, rədd olun, cəhənnəm olun, kişi. Cəhənnəm olun, xarababıza gedin. Xarababız başınıza tutulsun sizin. Altında qalasınız ailəbizlə, uşağınızla. Rədd olun, çıxın gedin, camaatı boğa salmayın. Bir qeyrət binamızda, sənə kimi şərəfsiz bina. Namusdur, söhbətimiz olanda arxa hərəkət eləmirik. Alıram əlimə bir dənə qəşəng Najovoyu, çıxıram qalsınəmi verəm. Ya mən soxurlar, ya mən soxuram, bir dəfə
Cəm bar yoxunun ağzını qoyuram böyrü üstə. Binamız bir qeyrət kimi arxa hərəkət eləməyin, kişiliyimiz olsun. Kişiliyimiz olsun, ayıb o köhnə kişilərdən Allah'ın olsun görsədilərsə ürəkləri partlayardı. Ürəkləri partlayıb ölərdilər. Ayıb, çox ayıb o boyda Azərbaycanda o kişilərə bunların əziyyətindən. Çox ayıb. Ayıb, ayıb. Ayıb, çox ayıb. O Azərbaycanda kişilər bir dənə sən öz söhbətinə görə bağırsağını tökürdü yerə. Ayıb. Çox ayıblar olsun. Allah hamd olsun, çox həqiqətən ayıblar olsun. Nə kişilər gəldi, getdi, öldü. Bir qeyrətlər qaldı. Harada binamız var, qaldı. Götdü başlı kişilər hamısı torpağın altındadır, ya da ki içərdədir. Harada binamız bir qeyrət gözü ilə görən var, hamısı küçədədir. İraq yaxşılardan 10-15 nəfər o müəyyən yaxşılar istisna, onlar istisna. Bütün günü 3 gün bundan qabaq oldu. 5 gün bundan qabaq oldu. 1 ay bundan qabaq oldu. 3 ay bundan qabaq oldu. Buradan söyülür Rəsulullahın ailəsi, xanımı, qızı, kürəkəni. Sizə kim müsəlman deyib o kişi? Sizə kim müsəlman deyib? Kim sizə alladıb ki siz müsəlmansınız? Hə? Kim sizi ağladıb ki, siz müsəlmansınız? Siz peyğəmbər, nətər müsəlmansansan, mən başım çıxmır. Əli şərəfsizdir, Əli bir qeyrətdir, onda Fatimə də fahişədir. Əli bir qeyrətsə, şərəfsizdirsə, Fatimə də fahişədir. Muhammed də dəyyusdur. Ayşə də fahişədir, Fatimə də fahişədir, Muhammed də dəyyusdur, əgər Əli bir qeyrətdirsə. Ayşə fahişədirsə, pozğundursa, Muhammed yenə dəyyusdur, bir qeyrətdir. Siz müsəlmana, Allah sizin oğraş boyu bizi yerə soxsun. Hə? Siz müsəlman. Kim deyib sizə müsəlmansız siz? Sizi alladıblar. O kişi şərəfsiz olar ki, onun arvadı fahişə olar. Bax, o kişi şərəfsiz olar ki, şərəf yoxsulu, izzətsiz olar, şərəfsiz olar ki, onun arvadı qızı fahişə olar. Tutan tutur söhbətini etmək istəyirəm. Çox maraqlıyım mən. Yoxdur şiənin içində bir dənə götdü başlı oğlan, ağzını cırsın o Rüstəmin böyrü üstə qoysun. Azərbaycanın içində yoxdur, əhl-i sünnətin içində bir dənə götdü başlı oğlan Sabuhin ağzına yumruğu qoysun, çənəsini çıxarsın yerindən. Bir də, bu hanı bu Azərbaycanın kişiləri, bu sinəsini verib qabağa, bunlar doğrudan hamısı ölüb, mən inana bilmirəm, Allah'ın da olsun. Doğrudan hamısı öldü 2020-də. Vurun, spam atın. Naçi şeysiz olsun, spam atın geçsin. Murat danışır deyənə spamı vurun geçsin. Dinimiz əldən getdi qardaş, əlbəttə dinimiz əldən getdi. Dinimiz əldən getdi. Xaricdə olanlar istisna, xaricdə olanların adiyyəti yoxdur. Yoxdur Azərbaycanda götündən başından deyən bir normal bir dənə oğlan ki, çəksin, çox demirəm, bir dənə şillə vursa sifətinə ki, oğraş, sox və zındır küçükdən əmələ gələn. Sox yeri, yoxdur şiənin içində bir dənə qeyrətli oğlan TikTokda. Ümumiyyət deyirəm, o pişiyə deyirəm, bax, bu sözümü o pişiyə deyirəm. Bir dənə qeyrətli oğlan yoxdursa bizdə. Hə? Lüboybizlə da bu söhbəti eləyərəm. Allah'ın olsun Azərbaycan qırağındayım. Rəbbim ki, Lüboybizlə söhbət eləməyə qadirəm. Həm də olsun Allah. Lüboybizlə, kim olursa olsun, hansı biz olursa olun. Lüboybizin üzrə bu sözü deməyə qadirəm. Çünki mənim ölüm deyə bir şey, qorxum yoxdur, dərdim yoxdur.